Min naxış bir çul üstündə. Xalça muzeyində keçirilən sərgi belə adlanır. Sərgidə muzeyin kolleksiyasında yer alan ölkəmizin müxtəlif güşələrində Bakı, Şirvan, Qazax və Qarabağda toxunmuş bir-birindən gözəl, zəngin naxışlı 25 çul nümunəsi təqdim edilir. Çul müxtəlif minik və yük daşıyan ev heyvanlarının at, dəvə, öküz, uzunqulaq və digərlərinin belini örtmək, bəzən də onları bəzəmək üçün toxunan örtükdür. Çul ümumiyyətlə bir xalça məmulatıdır və bilirsiniz ki, əsrlər boyu Azərbaycan ailəsinin məişətində iri həcmli, böyük yük daşıyıcı heyvanlardan istifadə olunub və Azərbaycan xalqı o qədər gözəlliyi sevən bir xalqdır ki, biz nəinki özümüzü, evimizi, həyətimizi, biz hətta heyvanlarımızı da hər zaman bəzəmişik. Təbriz miniatür sənətinin tanınmış nümayəndələrinin yaratdıqları əsərlərdə də zəngin naxışlı çul təsvirlərinə rast gəlinir. Azərbaycanda isə çul əsasən xovlu və xovsuz xalça toxuma texnikası, bəzən də tikmə, güləbatın, təkəlduz, cülmə, qurama üsulları ilə istehsal olunurdu. Burada isə qurama sənətindən istifadə edilərək dəvə çulu, Qarabağ xalçası nümayiş olunur. Xalça 20-ci əsrin əvvəllərinə aiddir. Xalçanın tərkibi yun və pambıqdan ibarətdir. Şəhərimizə gəzməyə gələn qonaqlar da Azərbaycan xalçalarının gözəlliyinə vurğun olduqlarını deyirlər. Elə bu səbəbdən də turistlərin ən çox üst tutduqları məkanlardan biri də məhz xalça muzeyidir. Bu muzey məni çox heyrətləndirdi. Hər şey xoşuma gəldi. Muzeyin böyük kolleksiyası var. Fərqli əsrləri, dönəmləri əhatə edən qədim xalçalar var. Mən xalçaları çox sevirəm və mütəmadi olaraq evə də xalça alıram. Düzdür, kolleksiyoner deyiləm, amma interyer baxımından çox sevirəm xalça almağı. Bakıda ilk dəfə deyiləm. Axırıncı dəfə 6 il bundan əvvəl olmuşam. Amma ona qədər Sovet vaxtı çox olmuşam Bakıda. Xalça muzeyində isə ilk dəfə oluram. Bakının atmosferi çox gözəldir. Çox isti münasibət var burada. Ona görə də rəfiqəmi də gətirmişəm ki, o da görsün Bakını. Xalçalar bizim çox xoşumuza gəldi. Onların parçaları möhtəşəmdir. 17-ci əsr xalçaları hamısı möhtəşəmdir. Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi sifarişlə toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl, gümüş saplardan hazırlanır, daş-qaşla bəzədilirdi. Min naxış bir çul üstündə sərgisi aprelin 1-nədək davam edəcək. Gülnar İlqar qızı, Novruz Kazımov, Telesəhər.